İsmayıllı rayonunda tikinti quruculuq işləri yeni bir mərhələyə qədəm qoyub. Rayon mərkəzində və bəzi kəndlərdə ictimai əhəmiyyətli binaların yenidən inşası, təmiri eyni zamanda kommunal xətlərin yenidən çəkilməsinə başlanılıb. Həmçinin məcburi köçkünlər üçün də yeni yaşayış masivi salınır. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq İsmayıllı rayonunda geniş tikinti quruculuq işləri görülür. Rayonda müvəqqəti məskunlaşan məcburi köçkünlər üçün 45 fərdi mənzildən ibarət yaşayış masivi salınır. Artıq evlərin inşasında son tamamlama işləri görülür. Ərazidə məktəb binası, tibb məntəqəsi inşa edilir. Hazırda məktəb binasında örtüyü quraşdırılır. Yaşayış masivinin içməli su ilə təmin olunması üçün artizyan quyuları qazılıb, elektrik xətləri çəkilib. Bundan başqa tibb məntəqəsi tikilib. Tibb məntəqəsidə və 2 ədəd yanğın söndürmə su anbarı 50 kubluq, 1 ədəd 50 kubluq içməli su anbarı, nasos qurğusu, bakterisit qurğusu hal-hazırda tikilib yekunlaşmaq üzrədir. Sonra bu hər bir evə 45 ailənin hər birinə 12 sot torpaq sahəsi ayrılıb. 12 sot torpaq sahəsində deməli bu həm yaşayıb əkib becərəcək. Bundan başqa deməli qazla, işıqla, suyla bütün hamısından təmin olunacaq. Bundan əlavə hazırda polis şöbəsi, Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatı və Cüdo mərkəzi üçün yeni inzibati binaların inşası, Mərkəzi rayon xəstəxanasının, Mədəniyyət evinin, Uşaq kitabxanasının təmiri, İsmayıllı şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması, şəhərin bütün qaz xətlərinin yerinin üstünə çıxarılması, elektrik və rabitə xətlərinin yenidən qurulması işləri sürətlə davam etdirilir. Həmçinin hazırda rayonun Sumağallı və Buynuz kəndlərinin hər birində gücü 1,5 meqavat olan kiçik tipli su elektrik stansiyası tikilir. Lahıc, İvanovka xəstəxanası, Tircan və Topçu kəndlərində həkim məntəqələri, Pirəbilqasım, Yeni Yol, Müdrü və Mücü kəndlərində 80 şagird yerlik məktəb binaları inşa olunur. Eyni zamanda İvanovka, Hacı Hətəmli, Molla İsaqlı avtomobil yolunun tikintisi, Talıstan kəndində yeni otel binasının inşası da davam etdirilir. Şəhərin küçələrində quruculuq, abadlıq işləri aparılır. Buna misal olaraq Mübariz Orucov küçəsində əhaliyə məxsus həyətlərin barıları yenidən qurulur. Evlərin dam örtüyü dəyişdirilir. Hasarlar bəzəklə üzlənir. Səkilərə yeni daş örtüyü salınır. Rayonun giriş hissəsində qazon əkilməsi və abadlaşdırma işləri görülür. Samir Göyçaylı, Elnar İbrahimova, LTV, İsmayıllı.